Salam, kanalıma xoş gəlmisiniz. Bugün sizlərə çox ləzzətli, olduqca xırçıltılı, yumuşaq piraşki resepti bölüşürəm. Belə bir piraşki hazırlamaq istəyirsinizsə, videomu axıra kimi izləyin, kanalıma abunə olun və videomu like etməyi unutmayın. Keçək hazırlama qaydasına. Xəmir üçün qaba 2 stəkan yarım ilıqdan azacıq isti su əlavə edirəm. Üzərinə 1 xörək qaşığı maya əlavə edirəm. Onu da üzərinə şəkər tozu əlavə edib qarışdırıram. Daha sonra duz və mayonez əlavə edirəm. Çalışın ərzaqların hamısı otaq temperaturunda olsun. Bunları da qarışdırıram, tam həll edirəm. Daha sonra isə üzərinə sirkə və ələnmiş un əlavə edirəm. Burada tam 3 stəkan un var, ələmişəm. Unu əlavə edib biraz qarışdırıram. Daha sonra isə 4 stəkan unu ələkdən keçirmişəm və nə qədər istifadə edəcəmsə onu sizə göstərəcəm. Bir hissəsini əlavə edib xəmir yoğurmağa başlayıram. Unu birdən-birə əlavə etməyin ki, xəmiriniz bərk alınmasın. Bu piraşki inanılmaz dadlı olmuşdu. Həyatımda belə dadlı piraşki yeməmişdim. Uşaqlar çox sevdi. Süfrəyə qoyulan kimi bitdi. Əmin ola bilərsiniz, bu resept ən gözəlidir. Süddə və qatığa ehtiyac yoxdur. Sadəcə mayonez və su, unla çox dadlı piraşki hazırlaya bilərsiniz. Əlimə yapışmasın deyə biraz yağ əlavə edirəm və ehtiyac olduqda biraz un da əlavə edib ələ yapışmayan yumuşaq xəmir yoğururam. Xəmirim hazırdır. Qoyuram 1 saat yarım otaq temperaturunda dincəlsin. İçliyi hazırlayıram. İçlik üçün kartofları belə doğrayıb qaynatmışam və kartofəcan vasitəsilə əzirəm. Piraşkini fərqli içliklərlə də hazırlaya bilərsiniz. Ətlə və ya toyuqla. Əzdikdən sonra üzərinə duz əlavə edirəm. İstiyot əlavə edirəm və 1 ədəd soğanı yağda qovurub onu da bura əlavə edirəm. İçliyi də çox dadlı olmuşdu. Hər birini qarışdırırıq və içliyimiz hazırdır. Xəmirimiz gördüyünüz kimi mayalanıb, havasını alıram. Tezgahın üzərinə qoyuram. Əlimə biraz yağ vurub xəmirdən kiçik kündələr götürürəm. Nə çox kiçik, nə də böyük götürməyin. Orta ölçülü belə kündələr götürürəm. Yuvarlaq forma verirəm və ilk kündədən başlayaraq yayıb içərisinə içlikdən qoyub bükürəm. Bəzi xanımlar yazır ki, bizdə piraşkinin ağzı açılır. Məndə qətiyyən belə bir şey olmur. Əlinizlə bu formada üzərinə bastıraraq bir-birinə yapışdırın və üzü aşağı şəkildə yağlanmış belə bir qaba qoyuram. Bəzilərini uzun sov, bəzilərini isə yumru edirəm. Bunu uzun sov etdim. Hər birini eyni qayda ilə hazırlayıb yağladığım qabın içərisinə qoyuram və orada da 5-10 dəqiqə gözlədirəm ki, bişərkən gözəl içərisi yumşaq olsun. Qazancaya yağ əlavə edirəm. Yağı biraz çox əlavə edin. Az yağda piraşkiləriniz ürəyiniz istədiyi kimi alınmayacaq. Qızğın yağın içərisinə hazırladığımız piraşkiləri qoyuram. Və hər iki yüzünü çevirərək qızardıram. Bir də onu deyim ki, piraşkiləri çox gürultuda bişirməyin. Xırçıltılı olmağını istəyirsinizsə orta odda bişirməlisiniz. Və artıq yağı geçsin deyə kağız dəsmalın üzərinə qoyuram.
Və bu şəkildə pirojkilərimizi qızardıram. İsti-isti nuş etsəz çox əla olar. Bu dəfə pirojkim tam ürəyim istədiyi kimi xırçıltılı və dadlı alınmışdı. Sizdə də bu reseptlə hazırlasanız belə alınacaq, əmin ola bilərsiniz. Videonun açıqlama hissəsində nədən nə qədər istifadə etmişəm, tam ölçülərini, ərzaqları qeyd edəcəm. Oradan baxıb hazırlayın. Videomu bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Yeni videolarda görüşmək diləyilə. Allah amanında.